yadımdan tutsun. Birinci ailə Əliyevlər idi. Qaliblər. İkinci ailə Əliyev bilməzmək oğlum. Peki sen Seyfi kardeş, ne yazırsan sen orada? Niyazi meseleleri həll edirsən. Keçən ailələrin soyadları, familiyalarını yadıma salmaq istəyirəm. Sən yadında qalır? Yadıma salmaq istəyirsən, qocalıq da bir şeydir. Bu saat deyim, deməli, birinci qalibimiz Əliyevlər yadımdadır. Əliyevlər. Əliyev, Nicat Nicat gibi, yadındadır. Əliyev yoxsan yadıma İkinci sal. komanda Əliyevlər. qalib olan, qalib yox, finala keçən Tayfuroğlu. Kompüter diye 8'de 1 finala keçiblər bunlar. Sonra Əlizadələr. Əlizadələr. Alo. Yadındadır. Alo. Yadında bir də bir şey yoxşayan qız vardı, yarbadı. Hə. Sonra o bursi. Mən buradan nə məkan atım sən WhatsApp-a. Yox. Gəl ATV-yə. Bir dənə ATV-nin belə Bəkkədən verilişi var da, yəni mətbəx verilişini demək istəyirəm. Deyəcəklər sənə, yola salacaqlar bura. Gəl, vaxtımız yoxdur. Efirdəyik, başladıq. Efirdəyik. Əziz tamaşaçılar, biz yenə gəldik. Şefi bacı və Şefi qardaş. deməli bu Şefi bacı ilə Şefi qardaş bugün də burada bir tufan qopardacaq, gəl görəsən. Biz yox ha, iştirakçılar. Neyniyik? Dəvət eləyək iştirakçıları. Dəvət etməzdən əvvəl bir daha xatırlatırıq ki, bəxt verilişi efirdədir. İştirakçılarımızı dəvət eləyək. Buyur Şefi bacı. Novruz ailəsi. Yox bir, yeni il ailəsi. Familiya bu. Vaxtına düşüb də. Buyurun, xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. Ədasına, zadına baxın. Efirdə gördüm, verilişi izlədim, reallığını bildim. Qızımla kürəkənədə dedim ki, həqiqətən də gedəyin, həm Coşqunla Rafaeli görəyin, həm də ki, verilişdə iştirak eləyəyin, qalib olağın. Necəsən qızım? Boşa getdilər. Elə bir ki, Yaxşıyam. Adın nədir? Deməli çiçək. Çiçək və Babək. Çiçək, Babək, Novruz ailələri. Xoş gəlmişsiniz. İndi məharətinizi göstərirsiniz Şefi qardaşa. Amma qaynanamız orada nələr deyəcək? Mənim heç hələ heç xəbərim də yoxdur. Buyur ikinci ailəni. Növbəti iştirakçı ailəni dəvət etməzdən əvvəl biraz çətinlik çəkirəm. Yox, yəni bilirsən, yaxşı, nə oldu? Olmadı, deyirəm. Bir də mən deyim. Növbəti iştirakçılar yox ha, Kanmazlar ailəsi. Alqışlarla dəvət edirik. Buradan nəsə Türkiyə Hoş geldiniz. Hoş bulduk, merhabalar. Nasılsınız? Merhaba, sağ ol. İyi, siz nasılsınız? Teşekkür ederiz, biz de Ne iyiyiz. seveyim abi, vur. Geç. Döyüş yeri. Merhabalar, ismim Mücahit. Mücahit, sizin adınız nədir? Ləman, xoş gəldiniz. Hoş bulduk, çok sağ olun. Mən sizin yarışmanı izlədim və çox möhtəşəm bir yarışmadır. Məmnun qaldım və ümid edirəm ki, ən yaxın zamanda mən o yarışmada iştirak edəcəm və ən sevdiyimdir. Orada gəlib böyük qalmaqallar yaratmalıyam. Alda qapazda. Sabah kimi geldim ya. İzmir'de. İzmirdə qapazda oturun, oranın havası gözəldir ya. Çok güzeldi. Sizin de Necə havanız təsir edir yaxşı. oranın havası? Yaxşıdır, çok güzel. Ha, yaxşıdır, öyrənib ha dilimizi. Malamiziyə Çörək yeməyimizi öyrənib ya öyrənməyib. İyiyə yaxşı deyirsən, Birazdan deməli biləcəyik. bizimkidir. Vəssalam. Şefi qardaş, mən gedirəm. Get, yolun. Dalımca baxma. Dalımca su atma. Çünki mən qayıdacam. İnşallah. Qayıtmağa da bilirsən məni kim məcbur eləyəcək? Qaynanalar. Hə. Həm də oradakı peşəkar aşpazlar, dilimdə topuq vurdu. Aşpazlarımız gedirəm onları təqdim eləyir. Yeri. Əsasda qaynanalar. Sən orada başla, mən də burada Uğur başlayım. olsun. Çox sağ ol. Bilirsiniz də bugün hara gəlmişsiniz? Bəli, Yarış. bilirik. Nə yarışıdır? Mətbəxdə yemək yarışı. Yemək yarışı. Bir daha xatırladıram, həm tamaşaçıların, həm də sizin nəzərinizə çatdırıram ki, bugün sizin bişirəcəyiniz yeməyə bizim profesional aşpazlarımız qiymət verəcək. Və o qiymət nəticəsində bu iki ailədən biri keçəcək 8-də 1 finala. Belə, indi mən gözləyirəm bugün menyuda olan
yeməklərin siyahısını mənə deyəcəklər və oradan bir yemək seçiləcək, hansı ki, bu günləri hazırlanacaq. Şefi bacı, eşidirsən məni? Necədir orada vəziyyət? Eşidirəm, mənim əziz qardaşım, hər şey yaxşıdır. Xahiş edirəm o yeməyin adını mənə tez bazar deyəsiniz. Böyük məmnuniyyətlə. Deməli, bizim finalda oynadığımız məbləğ mən sizə təqdim eləmək istəyirəm 10.000 manat. Bu 10.000 manat yerdə tökülmür, düzdür, ha, gündüz. Odur ki, biz bugün iştirakçılarımız nə pişirəcək? Biz onu türk şəklində tamaşaçılara təqdim eləyəcəyik. Söz deyən kimi qapqara qaralırsan. Nə olur? Kim qaralır, Başqa vaxt batıb. Mən oynamıram. Sən Allah oyna. Xahiş edirəm. Mən ölüm oyna. Oynamıram daha. Mənim gözəl aşbazım. Aşbazə Zümrüddən. Göygöz Cosa. Göy giyinmişsən. Mən də göy giymişəm. Göygöz. Ha, göy qutabı. Əla. Növbəti, baxın. Göy qutabını mən göstərirəm qrupunu. Növbəti Famil müəllim, xahiş edirəm. Qeyd elə. Bax, bunu qatladıb atacaq hara? Çingizin əlindəki sehirli şüşənin içinə. Belə narahat deyilsən. Yox, Belə bir tər oturmuşam. Yox, əladır. Bax ha. Mən narahat Dastan oldum. yazırsan oradan, nə oldu? Mən narahat oldum. Gəlib oturmadıq Gələcəm yanıma, gələcəm Fahmi. Məni bölüşdürə bilmirlər ki, ay qaynanalar. İndi sizi də təqdim edəcəm. Deməli, yazılıb burada toyuq ləvəngisi. Bu da toyuq ləvəngisi. Nəsə içim çəkdi toyuq ləvəngisi. İnşallah yeyərsiniz. İnşallah, necə pişirsən onu? Yaxşı, sonra söhbət edeyim. Bütün sirləri açım. Bu da getdi bizim sehirli şüşəyə və imkan yaradı bu cavan oğlan da. Cavandır, amma deyiləndə görə yaxşı əl qabiliyyəti var, yaxşı aşbazlığı var. Deyəcələ ürəyim çəkildi. Sən də təriflədikcə hərflərin sayı çoxalır. Bax göz. Göz gördüm. Göz. O göz. Oldu orada göz. Göz var. Onun gözü. Onun gözü. Bax, Bax, deyirəm də. Onun gözü. Yox, qalmayacaq. Hə, yazdım. Nə yazdım? Ərişdə supu. Ərişdə supu. Yaxşı seçildi. Göy qutabı, ləvəngi, ərişdə supu. Əla. Bunu da atırıq sehirli şüşənin içinə və mən yaxınlaşdıram bizim canımız, ciyərimiz olan qaynanalara. Minayə xanım və Pərvanə. Pərvanə. Görün mənə nə deyəcək. Buyurun. Bismillah deyin görsün. Çox yoxdur orada. Bilirəm, bu Oxumaq istəyirsən? Ya elə bükmüşəm ki, oxuya bilməzsən. Hə, Minayə xanım. Bir açaq. Nə çıxdı orada? Toyuq ləvəngi. Bax. O nədir? ərişdə. Ər işdə. Hani var ki, ər işdə dolsun. Vallahi yoxdur da. Olsaydı əli olardı. Əla. Deməli, bax, bunlar bişirilməyəcək, əziz tamaşaçılar. Mən Mücahidlə danışıram. Mücahid mənə cavabını versin. Sən narahat olma, elə Mücahidin yerinə də mən cavab Hamıya bu cavab verir. Hamıya cavab verir. Bütün hamıya cavab verir. O mənəm. Çiçək Babək. Novruzovlar ailəsinə çiçək yaraşır. Novruzda çiçək. Xammazlarda Bizim ailəyə nə yaraşır bəs? Ləman. Siz adınızın mənasını bilirsiniz özünüz. Bəli. Nədir adın mənası? Yüksəklər, zənginliklər, Görəcəm də indi bir Başarılar, zənginci başarıqlarını görəcək. Və yaman bək gedirsən. Biraz ruçnoy çək. Ruçnoy bilirsən nə Mücahid? Tormuz gibi bir şey. O soğuk böyle çalma. Tormuz gibi bir şey. Şefi qardaş eşidir. Bəli şefi bacı. Eşidirəm. Şefi qardaş, yemeğin adı göy qutabı. Göy qutabı, Aha, göy qutabı. Tamam. Oldu. Çox sağ ol şefi bacı, çox sağ ol. Hə,
Yaxşı Ləman xanım, səhərdən burada mətbəxdə dil ötürsən, neçə vaxtı görür ya, burada belə dil pəhlivanları sonda məğlub olur. Özü arxayınsən mətbəxdə. Yemək bişirmirsən heç? Mən insanlar yaşamaq üçün yer, mən yemək üçün yaşayıram. Gerçəkdən mən yeməyi çox sevirəm. Necə dərindən düşünülmüş bir fəlsəfi fikir. Bəli. Bu mənim çox məşhur sözümdür, tanıyanlar Siz yemək üçün yaşayırsınız. Yox, insanlar yaşamaq üçün yer, mən yemək üçün yaşayıram. Çox sevirəm mən yeməyi. Həsən, həsən. Bəli. Yox, sevmək ayrı, mətbəxdə özünün Bişirməyi də sevirəm. qaynana ilə yaşayırsan. Yox, ikimiz yaşayırıq. Ona görə saçların yerindədir. Bəli, bəli. Sizdə necədir vəziyyət? Çiçək xanım. Biz də bişirməyi çox sevirik. Görünür kişinin qarnından görsən. Dartma özünü, yalandan dala dart. Bax. Evlənəndən sonra 20 kilo kökəlib, yəni. Gör, nə gün dolmusan ki, sən elə 20 kilo kökəlmirsən bu gündə sən. 10 kilo kökəlmişəm artıq, 10 kilo. 10 20 kilo. kilo belə abartılmış oldu. Müzakirə edərsiniz. 15 olar. Və deməli, mən sizə indi bu günləri mətbəxdə bişən yeməyin adını deyəcəm və sizin bir dəqiqə vaxtınız olacaq, mən sizə start deyəndən sonra. O yeməyin ərzaqlarını bu masanın üstündən gətirəsiniz bura. Bir dəqiqə. Ləman xanımın bizə bir sürprizi var. Biz çəkilə qırağa, Ləman xanım meydan sizindir. Bir rəqslə başlamaq istəyirik bugünkü mətbəxə. Hüseyn xanım da ona eşit eləyə bilər. Türklər demiş. Kömək eləyəcək. Bəli, bəli. Nə olar? Buyurun. Bəlmi? Bəh, necə yaraşırsınız? Vay, vay, vay. Bu sən mənim canım. Böyük məmnuniyyət mənim üçün böyük şərəfdir. Nə saçlanası gəlinlərdir. Hə, mətbəxdə. Gəlmişəm ki, saçlanmasınlar. Ha, səni sürmək qaynana üçün lap rahat olar. Böyrəklərindən. Başladım. Bunlar belə sizə nə olur? Söz deyən kimi qapqara qaralırsan, nə olur? Kim qaralır, Başqa e? batıb. Mən oynamıram, mən oynamıram. Sən bu oyunu. Allah oyna, Oynamıram. hər şey görəm. Mən ölüm oyna. Oynamıram daha. Deməli, qızınıza belə arxayınsınız ki, kürəkəni də qoşub ona gətirmişsiniz verilişə. Bəli, Neç gətirmişsiniz? 10 minin dalıyca, ha? yəqin ki. Siz ümid edirsiniz ki 10 min sizin olacaq, yoxsa Bəli. tam təminli gəlmisiniz? Yox, təminli. Təminli Bəli, bəli. gəlmisiniz. İndi gör Pərvanə nə deyəcək? Pərvanə, Pərvanə. Allahım, bu qıza deyir o rəng gərək adama yaraşsın da. Qırmızı nətər yaraşır sizə Pərvanə xanım? Başqa şey fikirləşməyin ha. Mən sadəcə xanımlara kompliment deməyi, nətər deməyi belə xoşallanıram da. Kostyumda mətbəxə gir. Mətbəxə kostyumda girərlər. Gəlmisən belə ciddi durmusan, elə bir məhkəmə zalındasan. Anam ondan rəngli, ondan gözəl giyinmişdi. Görürsən, bunlar bayaqdan məni tərifləyirlər. Hanı? Mən də xoşallandım. Belə deməyim ki, gözəl paltarım var. Yox, Bu maşallah, deyilsə, maşallah. dəyişiklik. Hanı? Yox, mən onu görə Qadın qadına düşməndir, onu başa düşdüm. Sizə nə olub o da? Maşallah bu yaxşısan. Lazım belə onu özüm də bilirəm. Sizin də paltarınız gözəldir, sizə yaraşır. Çox gözəl yaraşır. Çox sağ olun Pərvanə xanım, çox sağ olun. Mənə elə gəlir ki, içdən gələn sözdür. Allah haqqı. Rahat iç. Tələsmə, tələsmə. O suyu burnundan gətirəcəksən. Darıxma. Tamam mı? Seyana görə Tamamız. hikmətdə burundan gəlməsin. Hazırsınız? Yo.
Yeməyin adını deyirəm, sonra mən sizə start deyəndən sonra başlayacağım. Bugünkü yeməyin adı göy qutabı. Bir dəqiqə dala qayıb, xahiş edirəm. Bax, yemədim bax. Bunlar məni başa düşdülər, siz Bir dəqiqə biz hər şeyi yığıb özünüz bilərsiniz. O mənim problemim deyil. Bir dəqiqə uzun müddət. Başladıq. ...20 saniyemiz kaldı. 5 saniyemiz kaldı. Vesselam. Bana qutuba kartof qatırlar. Mən lap yazmamışam. Sarımsaq Adam qatırlar. Valla mən kartofla eləyirəm, başqa cür eləyirəm. Qutabı. Bunlar nətər eləyirəm. Hə, yox, sırf kartofla eləyən var. Mən onu bilirəm. O heç, o ayrı şeydir. Biz göy qutabı yazmışıq. eksperimentdir, amma Biz göy qutabı yazmışıq. Düzdür. Bu Biz pendir qutabı yazmamışıq. Bəli. Balqabaq qutabı yazmamışıq. Biz qutabı göy qutabı yazmışıq. Təbii göy qutabı bişiriləcək. Lahmacunla qutabda nə fərq var? Qutab yemirsən də yəqin. Bəli. Hansını daha çox bəyənirsən, amma düzündür. Qutab yaxşıdır da. Daha gözəldir, qəşəngdir. Su girdi qaba, oldu içməli. Yaxşı, onların fərqi nədir? Farq. Lahmacunla qutabın farkı. Birisinin üstü qapalı, birinin üstü açıq. Daha sonra mən də onu deyirəm də, heç kəsin ağlına gəlmirdi ki, burada qutabı açıb pişirsin, olsun lahmacun. Bəli. Yəni, şor kətdən gəlir şəhərə, olur tvarok. Həmən şey. Buyurunuz. Qutabla saxlamısan deyəsən Hə, onu. elə ona görə qıpqırmızıdır. Novruzun abirçəyi. Kürəkənim qəşəng qutab bişirəcək. Yaxşı Bişirəcək, hə. Mən inanıram ona. saxmısan. Bəli. Öyrətmisən. Yaxşı bişirməsə Küləkən deyir evə gələr. Bərəkallah, Babək. Yüzümüzü qara çıxartma. Babəkəm kör oluyam. YouTube-da baxıb gəlmişəm. Azərbaycan oluyam. Əhsən. Öz aramızdır Babək. Deyəsən evdə elə... Evdə mənə göndər. Ona görə kökəlmirsən, neysə. Yalandan deyil ki, mən ailə qurandan 10 kilo kökəlim. Özü pişirir, özü yeyir. Sənə heç vermir. Burada. Yazıq uşaq, üzülmüsən. Ürəyim də ev yeməyi istəyəndə bir dənə anama zəng eləyirəm. Yaxşı ki, telefon var. O da sağ olsun pişirib gətirir ya da göndərir. O gəlim yanımıza, gəlim yanımıza. Sizdə söhbətlər var. Küləkən də sizi incidib sizi. Hə? İncidib sizi. Deyərəm onu incitsə mənə. Beləsindən danışar. Camaat gəlinidir. Bizim qaynanalar küləkəni qapazlayır. Sizinki necədir? Novruz. Babək. Babək Novruz. Camaat gəlindən çəkər, mən kürəkəndən çəkərəm. Neçün? İndikilər ağız otlu gəliblər ha. Neçün? Gələndə nətər gəlir deyirlər. Tullana İmam gəlir. evladı kimi. İmam evladı kimi, hə. Sonradan Sonra çıxıb başlayır yavaş-yavaş Çıxartmağa. buynuzların zəhərin buraxmaq. Adətən bunu gəlirlər üçün deyilir əziz tamaşaçılar. Amma bu qaynanalar maşallah küləkən əlimdən çəkiblər ha, neyi var. Övlad var. Maşallah, əlbəttə. Ay, Allah saxlasın, Allah saxlasın. Bu deyil, sizinki də. Bəli. Adı nədir? Gültən, Gültən. Gültən. Bəli. Yəni gülün yarısı. gülün teni. Gül tenli. Gül trendi. Gül tenli yəni. Gül tenli, gül də, gül tenli. Kraliçe. Mətbəxə aid bir uşaq, glutenli bir uşaq. Düzdür görüm, hamı uşaqlar durur belə. Oy. Atım tutum mən səni, şəkərə qatım mən səni. Gəl uşaqlı qadına yol verin. Çox palçıqlı deyib, ona görə buradan kəsəcəm ki. Elə ki, o palçığı qalsın üstündəki, o qutabın içindəki yiyəndə o qul dişin Sadə dibində ondadır. xırçıldamadan onun ləzzəti olmur. Gözləri yol çəkir. Fikirləşir ki, görəsən, bilirsiniz də, Uduşda 10.000 manat var. Hər iki ailəyə aid deyə bilirsiniz. Bilirsiniz də niyə gəlmişsiniz? Bəli, bəli. O İddialısınız. 10 mini mən yəni aparmalıyam da.
Ehtiyacım var ona bu dəqiqə. Vaxtın olanda bir inşallah denər. İnşallah, inşallah. Tez-tez yadından çıxmasın. Onu mənə baxıb demə, onu buna baxıb denən. Bəlkə bunlar uşaqla bilirsən niyə gəliblər? Ki, bir gün sizin bunları, sən o uşağın canı, 10 bini mənə ver. Sən o uşağın canı. 100% ona görə. Gəl bizə gətirərdik uşağı. Hamısını yıxıyor. Niyə belə eləyirsən? Burada bir Ağız. İki dənə uşaq anası idi da deyəsən. Mənə elə gəlir ki, o uşaqlara da o yoldaşı baxır evdə. İnanırsınız, evi təmizləyir, uşaqlara baxır, qabları yuyur, yemək pişirir. Maşın gəlir, siqnal verir. Bip bip. Bip 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 bip. İşlərin yoxdur elə. Sən mənim dilimlə işin olmasın ha. Bura bax, Aman 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 Yazıq aman aman sənin aman. qaynanam. Sən narahat olma mənim qaynanama görə, eşitdi? Mənim qaynanam mən belə də Danış, bəyəm. özün üçün danış. Özün üçün danış, Ləman. Bax, indi bax siz kürəkənlər üzü belə demək olar ki, gün qürubani daşqalaq eləyirsiniz. Bax, burada 2 dənə kürəkən var. Görürsən, ay gündüz. Sənin fikrin nədir? Bir yağdan baxıram, yəni qaynanalar Baxma, ikisi də- hərdən qulaq as. Həm baxa-baxa qulaq asıram da. Sənə baxıram, onlara qulaq asıram. Yağdan kürəkənlərini daşqalağa tutublar da. Yəni belə də olmaz axı. Onlar süd qızınızı saxlayırlar. Yəni siz ən azından onlara yəni hörmət eləyin də. Əslində Şəfi xanım, mən də qulaq asdım. Bir şokdayam ki, elə bilin ki, o kürəkən qızdır. O qız isə kürəkəndir. Kürəkəndir. Mən başa asmadım. Yerlərin tərsinə düşür. Yerlərə tərsinə düşür. Mənim qaynanam mənə ələ söz desə, nə bilim valla. Biraz suyunu artır onu. Kişi səndən yaxşı yoğurur. Müzahid, sən nə oynayırsan burada sən? Ben bu Gəl onlar göyərtləri burada temizliyorum. təmizlə, bir salfetkanın üstündə. Apar sonra göyərtini xırda-xırda. Xırda-xırda. Doğramışam bir. Göyərti bununla doğradı, onu göyərti doğrayır. Bunu Fərqi nədir? Sağ ol Babək. Deyəsən göyərti. Fərqi çoxdur. O fərqi düz çox. deyil. Onunla göyərti doğramazarıq. Balaca limon zət Boyadan doğramaq. yerə deyəsən özün doğra. Meyvə doğrayıb sağla göyərti doğrayırsan. Hələ o tərəfi buraxın, burada qırğın var. Maşallah. Bax belə qoydum. Babək. Barmağı da belə qoy. Sən aşpazsın. Yox. Barmaqları belə qoy ki, kəsməyəsən. Mənə bir məlumat verin bu Babək haqqında. Xahiş edirəm. Yox, aşpaz deyiləm amma anlayışım var müəyyən qədər. Dəqiq olsun ha. Düzdür, bura o demək deyil ki, professional aşpazlar gəlməyə ixtiyar yox. Gələ bilərlər. Birinci səfər ki, quta bişirirəm yəni. Yeşillikdə. Hətta Amma xəmir yoğurmusan da. xəmiri yoğurmuşam da. Yəni bu xəmir çox sular aparacaq. Sənin deyişindən başa düşdüm. Xırda. Mən həqiqətən çox səbirli insanam, amma görün Ləman məni nə qədər özümdən çıxartdısa, mən artıq studiyanı tərk eləmək istəyirdim. O nə studiyadan çıxmaydı, ərinin yanında ağladı, gözünü şorbasını tökə-tök. Nə olub az? Hüylü-hüylü ağlayır, ağzın helin silə-silə gəldi təzdən. Xanım özü bilər, mən belə qız vermişəm. Başa düşürük amma ki, yəni hər şeyində mentalitet deyilən bir şey var. Camaat oğul verib də. Mən də ki bilirəm ki, mən qızımdan razıyam, yaxşı yeməklər bişirəcək. Mən də diplomlu qız vermişəm. Diplomlu. Özdə fərqlənmə, qırmızı diplom. Deyir qızın ən gözəl cehizi nədir? Diplom. Onun Diplom. savadı, Diplom, təhsili, peşəkarlığı. Sənəti. Mənim qızım isə diplomsuz da savadlıdır. Bax gördün, ədanı gördün. Anası da dayanmadı, qızımın diplomu, qızımın diplomu, qızımın diplomu, qızımın diplomu. Qaynana gəlin münasibətləri, yəni binəy qədimdən biraz anlaşılmamazlıq olur. Yəni qaynana gəlin ikisi qadın olduğuna bir evdə ola bilər də bir-birinə, yəni necə deyirlər, rəqabət var. Amma kürəkənlə qaynana arasında mən ilk dəfə də eşidirəm. Orada nə işlə məşğulsan Babək? Keratin botoks ustasıyam. Baxın gördüyünüz kimi Çiçək xanımın üzündə görmək olar. Bax yanaqlar, sonra iki qaşın arası, Qaşların özü. qaşların özü. Sən alanda baxaydın da bir dəqiqə sən bunu təzədən yığmağa alırdın yoxsa? Aldım, yığdım da. Mercedes necə yığırsan əmin? Mən Babəki başqa cür gözləyirdim, amma dayanmadan digər komandanın yanında məni tənqid eləməyə çalışırdı. Heç yanımda olmadı mənim. İşinizə qüvvət, edək görək. Arkada var da. Burada da var da.
Ay bala. Siz götürərsiniz də, nə Aşağı. olacaq ki? Orada duz yoxdur ki. Yoxdur da, yoxdur, neyniyim? Gördüm gözümün qabağında gəldi, duzumu götürdü, getdi. Ala. Duzumuzu ver. Bu bir duz. Ala, durğuna qal. Ye. Bir də bizim duza aparma. Bu iki duz, bu da üçüncü duz. Pendiriz adı qaralamışam. Ne qaralamısan? Pendiriz adı, baxın. Siz göyərtiləri doğraya bilərsiniz. Mən də gəlim götürüm elə öz Pendirimiz kitablarınıza. yoxdur ki, sizin qabağınızda bizim pendirimiz. Yox, göyərtiləri doğrayın, gəlim götürüm oradan verib kitabımızın Ay içində. gəldin ay. Yaxşı, görərik. Yaşayarıq, görərik. Həyat sürprizlərlə dolu. Onu düz deyirsin. Onu düz deyirsin. Gələrsən. Nə tər döyəş Görərsən. Xəmiri. Həqiqətən mən oynamağa gəlmişəm burada. Qalmaqal yaratmağa gəlmişdik, elə bir planlı bir şəkildə. Mən qız vermişəm ki, kiməsə baxmalıdır. Yox. Orada saxlayın Gərək evdədir. kürəkənim özü baxmalıdır ki, ailəsinin qədrini bilməlidir. Kürəkənin öz sahəsi var, öz necə deyirlər? Hərənin öz missiyası var. Missiyası var. Qadının Amma qadın işi, qadının kişinin kişi işi var. kişi Elə işi. şey olmur ki. Hətta kişi qazanıb gətirməlidir. Bəli. Qadın da evin işləri ilə məşğul olmalı. Seni kişi canını yesinlər. Yəqin ki, yəqin ki, bundan belə hər şeyi başa düşər. Başa düşər. İşləyər də, gətirər də, ailəsinə də yaxşı baxar. Hələ ki işləmir. Ola bilər. Hələ ki, Onun borcudur baxmaq. Əlbəttə. Falan borc qoymayaq da boyunlarına. Xahiş eləmişəm. Bunun borcu ona baxmaqdır. Onun borcu ölənə kimi buna baxmaqdır. Ay başa dönüm. Sadəcə olaraq hörmət, mərifət naminə bir-birlərinə başa düşməlidirlər. Çünki bunlar ailədirlər. Hörmətdən əmələ gələn şeydir. Hər şey həyatda tək bu ailədə yox. Hər şey, istər dostluq, istər qohumluq qarşılıqlı olmalıdır. Bəli. Minnətsiz qarşılıqlı olmalıdır. Həm hörmət də, izzət də, bunlar baş üstə tutulanda hər şey öz qaydasında olur. İndi Pərvanə xanım yəqin ondan nəsə görüb də, nəsə hiss eləyib ki, belə dilli dilavəri danışır da. Siz onu niyə qınıyırsınız? O ki, qaynanam beni istəyir, istəmir, o benlik değildi. Yani önemli olan benim için Leman'dı. Kim ne derse desin, ben hayat yoldaşımı çok isterim. İcazə versəydiniz, mən orada gelin bir baş çəkeyim. Görün vəziyyət necədir, siz də monitordan izləyin. Malzeme değil, geldim saat göstereceğiz sana malzemeleri. Ne edirsən da? Xəmir yoxdur. Malades, la. Biraz yaxşı təmizlə oraları. Ada ondan ne işi var özü şuraya bak gecə-gecəysə də indi. Necə? Gedin öz işinizlə Nasıl? Getsinlər öz işləriylə məşğul olsun. Biraz oyandı yoğurda xəmiri də səndə. Başa düşmədimi? Necəsən? Yaxşıyam, siz necəsiz? Yox, heç söhbət deyil. Sanıram ha. Qısqanmaq lazım deyil, sən Allah məni. Mən vaxtımda ərə geçsəydim bu boyda oğlum var idi. Bəli, bəli. Zətdir, şeydir. Göyərti, bu bilirsən də göydür. Tanırsan bu göy? Nədir bunun adı? Bunun adı? Ha. Nədir? Yadından çıxdı. Mənim həyəcanım öldürdü səni. Onun adı Şomudur, Şomu. Ne həyəcanlandın? Ne Yoxdur olub da. sən qızarmısan, həyəcanlanmısan? Başa düşmədim. Bunu başa düşən Nə dildə qanatdan danış da. görürsən, Yaxşı, nə də eləmə. Spanaqdır onun adı. Mən deyəm. Spanaq deyən. Ispanak. Nə qədər güvənmirsə, sizi qısqanır ərinə. Kim qısqanır ha? O qısqanır. Güvənməyə ehtiyac yoxdur. Adı, Mən mən bəyəm qısqanılmayan bir xanıma. Gülüm gülüm, yarım heç zaman solmaz. Mənim kimi gözəl belə sevməmək olmaz. Sən eşitdin botoks ustasısın. Keratin botoks ustasıyam. Keratin? Keratin, saç düzəşmə. Məndə harası botoks lazımdır? Keratin. Sizə tam təbiidir, heç nə ehtiyacınız yoxdur. Göz saçın tökülür. Yox, çox sıxdır maşallah. Bundan sonra inanmıram ki... Yox, heç biri yerə tökülmür. Mən də keçmiyor ona da. Görürsən qabı yuyur. Qısqanc buymuş, Bunun üstüne bir şey at, tez gəl sıxın. Ay balam, ay gəlirlər, ay özü nə deyən gəlirlər. Bu qutabın xəmirini istirahətə qoymazlar. Buna qatılır duz, un, su. Ay balam, mən hər şeyi bilirəm, bir dənə mən alan yoxdur. Vəssalam, bunu istirahətə qoy, bunu artıq yaymaq lazımdır. Yarım saat qoyulmalıdır aslında. Niyə? Yarım saat Nə qalsın. pişir, qoğal pişirirsən? Yarım saat qalsın, özünə gəlsin. Nətər gedir? Yaxşıdır. Nasıl gidir? Gidiyor. Nasıl gidiyor? İyi gidiyor. İyi gidiyor. Az öyrənirsən bunların dili. Belə bir çətin bir şey yoxdur. Arada
Hukma söhbəti var da. İşte bunu göndər bizə. Hərdə bunu Azərbaycan dilində öyrədim də. Başqa arzunuz, diləyiniz? Başqa? Mənim başqa arzum nə ola bilər? Saat neçədə yollayım? Gözlərimdən cin yağır. Hə? Saat neçədə yollayım? Nə vaxtsa 24 saat qapım açıqdır. Açık danışmak gerekirse ben de onun dilinden arada yoruluram yani. Yani her şeye değinir, her şeye danışır. En pisi de gidecek bir yerim yoktu yani gurbetteyim sonuçta. Annem, babam hepsi uzaktalar yani. Ay Allah, mənə 10.000 manat yetir. İnşallah. Amin inşallah. Yuxunda görərsən, yuxunda. İnşallah. Sən deyəsən yuxunda çox görürsən. Hə. Yuxunda görəcəksən o 10.000-i. Tez doğrayıb, cəmaatın əri hazırladı, düzdür süfrəyə. Cəmaatın əri yox, Acaba mən də qız uşağıyam da. Bunların sesinə bax, bunların bir-birinə münasibətləri. Kim nə deyir, qoy desin. Mənim qızım göz qabağındadır. İşi də, gücü də, ondan sonra fərasatı da, qəşəng yemək bişirməyi də, hər şey göz qabağındadır. Qızım, sən Ləmana fikir vermə, o həqiqətən də çox dilli, hayasızdır. Anası örgət. Ay qız, sənin qızıva çatan olmaz, valla. Görürsüz, məni qınayırsınız. 2 qız anası heç biri qızlarını sustura bilmədi. Cəmaatın arvadları özləri pişirir. Öyrətməyib də, anası. Evdə də beləsən. Anası öyrətsəydi bu gün. Ana deyəndə ki, sənin qaynınındır ya. Qaynənədir, qaynənəsi. Neçə öyrətməyib ki? Öyrətməyib də, bu vaxtını öyrətmək lazımdır ki, sən öyrənən qızı alaydın da. Sən öyrənən qızı alaydın, görsən ki, nələr eləyəydi. Uşaq gecdir, 2 uşaqdan sonra. 2 dənən deyil uşaq. Yaxşı biraz. Qaqaşım, yox, Qısqanar saçlarımı yolar. söhbət eləyirəm, vallahi, yox, Saçlarımı yolar. Mən nə dedim ki, onun sözünə qüvvəti deyirəm də. Çay üçün gəlmişəm. İlişib qalmışam bunların Amma əlində. çaydan başqa hər şeyə qatışdım burada. Götür çayı bax bax. Ya, Babək, burada nəsə var Yox, heç Bu, xahiş edirəm bunun göyəti doğramağını yaxşı çəkəsiz. Bax. Bir dənə də bəyəkçi kimi doğra. Ay, burada nəsə var. Heç nə yoxdur, sadəcə YouTube-dur. Örgənmirsən. Marağım var özümün yemək bişirməyə əslində. Amma qutab biri cəhədi fikirləyirəm. Şefi qardaş, mənlik bir qulluğun. Sənə yaxşı yox, Allah amanında sağ salamat. Allah sənə də bunların əlindən səbir versin. Get gör orada nə edirsən, amin. Darıxmışdınız mən üçün. Ölərəm sizin üçün. Yox, bir dənəsə, bir dənə. Allah eləməsin ha. Burada Bir də deyirlər, gündüzdür deyə Allah eləməsin ha. Şəfiq xanım, burada adamın gəri adam olsun. Bəli. Badamın da gerək qabığı olsun. Hacı. Hacı. Konfetin orada. Konfet mən. Konfet bu cürlə konfetə Bu boyda bax. konfet. Çay iç də, iştahlı. Gəl hərəmiz bir tərəfindən. Getirirəm, konfeti getirirəm. 1, 2, 3 getdim. Konfetçi. Mən bu günləri Xanımın beynindəkilərlə gəldim. Şəkər adam da konfet istəyirlər. Konfetim var. Konfetim var. Dedim konfet mən, baxdılar üzümə. Az əlimə bax orada iş gör ha. Gözüm oradadır. Hə, işin bu işlər. Niyə qarışırsan mənim elədiyimə? Yaxşı eləyirəm. Artıq əsəblərim dözmür. Bəs sizə yeməyimi pişir. Yeməyimi pişir, həm gidib yeməyimi monitora pişir, həm də əylənirəm. Sən bura gəlmirsən, üçün olmuyor. gəlmirsən. Yox, sən Amma mən gəlmirsən, əylənmək olmuyor. üçün gəlmişəm. Görsənir elə əylənməyi. Pişir də yeməyimi. Ağac qırğına bax, qırğına. Ah. Biraz səs vereyim bunu. Söz deyən kimi qapqara qaralırsan. Nə olur? Kim qaralır? Başqa bax batır. Mən oynamıram. Mən oynamıram. Sən Allah oyna. Oynamıram. Xahiş edirəm. Mən ölüm oyna. Oynamıram daha. Mən həqiqətən çox səbirli insanam, amma görün Ləman məni nə qədər özümdən çıxartdısa, mən artıq studiyanı tərk eləmək istəyirdim. O nə studiyadan çıxmaydı, ərinin yanında ağladı, gözünün şorbasını tökə-tökə. Nə olub az? Hüylü ağlayır, ağzın helin silə-silə gəldi təzədən. O qaralsa, onun əri o işlərə baxır, ağartmaq işlərinə. Sən nə edəcəksən, sən qaralsın? Mənim qaralma ehtiyacım yoxdur. Düş ağlatdın. Mən özüm Salih əridən elə qaralmışam. Gəl get yerə, nə başlayır? Mən imkan vermir bişirməyə. Gəl bura, cavab Ancaq vermə. söz atır. Fikir verməsən içimə, gəl bura. Narahat ol Dili qədər səni. bacarığı yox. Gəl, Belə bura. özünə güvən də, belə yaxşıdır. Gəl, İşimi kömək gör edin. də. Narahat olma, gəl işimi gör. Gəl kömək, gəl. Yaxşı, gedirsən, başa düşdü, get. Bəs nə üç gedirsən? Bu necə qız deyə hər dəqiqə acıq eləyib gedir. Sənin qızın əsəbləşdirir də onu.
Görəsən nə deyib, ona görə də o da əsəbləşdirib onu. Durduğu yerdə əsəbləşdirməz. Qarışma mənim bişirməyimə. Narahat olma. Oradan elə güdürsən, görəsən neyniyir, hə? Niyə fikir versən ki, sən Gözün Boş-boş buradadır elə. danışıram. Nə istəyirsən mən buradakı? boş-boş danışır. Mətbəximdən. Axırda görərik Ləman. Yaxşı Ləman, yaxşı. Görərik. Boş-boş danış orada özün üçün. Narahat olma. Mən buna bu plastik yeməyə qərəb olub deyəsən. sevgimi qatacağım. Sən heç narahat olma, əzizim. Bəyənsələr də sağ olsunlar, bəyənməsələr də Sən bu sağ dillə olsunlar. çətin ora Əsas sevgi odur ki, mən qatasan. bəyənirəm. Sən mənim dilimlə işin olmasın, ha? Bura bax, Aman. Qaynanan. Sən narahat olma mənim qaynanama görə, eşitdin? Mənim qaynanam mən belə də Danış, bəyənir. özün üçün danış. Özün üçün danış Ləman. Görsənir elə özüm üçün danışıram. Özün üçün sənin danış, danışıram. Ləman. Mən sözü deyirəm, yiyəsi də götürür. Sən heç narahat olma. Özün üçün danış. Özüm üçün danışmıram. Boş-boş danışırsan ancaq Sən bir heç iş gör narahat orada. olma. Elə iş də Solun görürəm, çirkliyinə bax, danışıram hər da. şey qarışıb bir-birinə. Mənə terapi kimi gəlir danışmaq. Başa düşmürsən? Mən danışanda mənə terapi kimi, mənə güc verir. Yaxşı Ləman, Mənə yaxşı. ilham gəlir. O ancaq ağzı işləyir. Hə, sən heç narahat olma. Ağzım da işləyir, əlim də işləyir, başım da işləyir, Sən mənə ayağım evdə da o cür cavablar işləyir, versən. beynim də işləyir. Sən heç narahat olma mənə. Vaxtın olanda yeməyi də işlə ki, də acından ölməsin cəmaət. Biri qırğınla yemək bişirməzdir. Yeməyə görə sevərək bişirəsən. Vallahi, hə. Sağ olasan. Ay Şəmə xanım. Aca. Bütün qıza baxıb, süzə baxıb, nə üçün ibrət götürmürlər? Nə bilim vallahi. Vaxtda az qalıb, vaxtda az Tez qalıb. ol da biraz. Nə qədər vaxtımız qalıb Hə, bizim indi oradan? onu Deyən qulağımı tasın. hazırladım. Balam qulağım evdə qalmışdı. Hə. 20 dəqiqə qalıb ha. Mücahid imkan varsa xanımı susturarsan. Sən xanımı susturamırsan, Mücahid. Mən Mücahidlə danışıram. Mücahid mənə cavabını versin. Sən narahat olma, elə Mücahidin yerinə də mən cavab Hamıya bu cavab verir. Hamıya cavab Bəli, verir. bəli. Bütün hamıya cavab O verir. mənəm, o mənəm. Sən- Cavab mənim işimdir. Başa düşmürsən, qapala mən tez cavab olur. vermək üçün doğulmuşam bu dünyada. Mücahid bəy barədə demək istəyirəm ki, mən bu gün heç onunla yarışmadım. Demək olar ki, Ləman xanımla başa-baş yarışmış oldu. Ona nə deyirdim, heç mənim cavabımı da verə bilmirdi. Mücahid, heç darıxırsan oralar üçün. Tabii ki də. Evdə darıxanda hansı türk mahnısını oxuyursan? Akdeniz akşamları. Akdeniz Akşamları bir başka oluyor. Araya ben böyle bir akşamda aşık oldum. İşte ben böyle bir akşamda aşık oldum. Aşık oldum. Aşık oldum. Aşık oldum. Aşık oldum. Aşık oldum. Var mı? Aşık oldum. Aşık oldum. Bunlar da doğruyum. Aşık oldum. Səsimizə yox, əlimizə qüvvət verin. Siz heç narahat olmayın. Nə bizim səsimizə Mücahid, görə, nə də əlimizə görə. Allah sənə səbir versin. Mahnı dedim sən oxuyasan, o səndən qabaq başladı. Biz ikimiz birbirimizi tamamlıyoruz da o şekilde. Çox, elə sənə baxanda görünür ki, sən onu tamamlayırsan. Hardasa bir 5% sənsən, 95%. Yaxşı tamamlayırsan. Qızım, sən Ləmana fikir vermə, o həqiqətən də çox dilli, hayasızdır. Anası örgət. Ay qız, sənin qızıva çatan olmaz valla. Görürsüz, məni qınayırsınız. İki qız anası heç biri qızlarını sustura bilmədi. Aa, nə qəşəngdir. Kim elib kürəkən? Hə, eşitdim ki, keratin botoks eləyir. Bəli. Görüm, sən də dəlləliyib bunun başını dörgəmsən. Yəni o dolğu-molğu eşitdi üzündinə. Yox, bunun mamasının başında öyrənmişəm. Nə gözəl, nə gözəl. Bu yağda nə var? Bütün praktikaları onun başında keçmişik. Nə xanım, eşitdiniz nə dedi? Nə dedi? Babəy. Yox. Deyir, botoks sənədini qaynanamın başında öyrənmişəm. Bu nə deməkdir? Bu nə sözdür? Hə. Bu deyir, nəyi deyir, filan kəsin başında öyrənmişəm, dəlləkliyi. Dəlləliyi, yəqin dəlləliyi. Söhbət ona getməsin, sizi qızışdırmıram ha mən ha. Yəqin qaynanasının başında örgənib də. Az görsün odunu alıb bu. Hə.
Halal olsun, halal olsun. Bu yağdan əlavə edeyim. Ha millət, burada qutabı pişirməyə başlayırlar, xəbəriniz olsun. Hara? Hara? Yağda pişirirsiniz. Yağ etəcək. Yağda. Yox, qaytardım bunu. Yağda da pişirirlər, amma bizim bugünkü qutabımız yağda pişən qutabdan deyil axı. Biz artıq bişiririk. Onlar hələ O Onlarda gec olsun. hoppanmamış hop demə. yaxşı. Yaxşı. Nə dedim axı bizə görə narahat olma. Sənin o ərin olmasaydı nə edərdin mənə çox maraqlıdır. Tava qızdı. Maket kimi gəlib elə bir oturub burada Əri, yalanla. əri olmasaydı haçansa ərə gedəcək. Ləman, Düz deyirəm də. boş-boş danışırsan. Boş-boş danışmıram. Onu Dolu-dolu qoymuş nəyə? danışıram əzizim. Gördün nə dedi? Maket. Deyir də. Mən Maket bu kimi yemək, dayanıb, bu yeməyin ona dadı görə necə də- olacaq mən bilmirəm. Mən də bilmirəm. bir Bax, yemək yeməkdə- qalıb bir Onlar tərəfə. nə Çıtıblar Dad bir-birinə. qoymadılar. Hələ yeməyi bişirəndə bir sevgi ilə, məhəbbətlə. Babək yazıq elə onu susturdu. Heç iş də görmədi. O yalandan orada qab yudu, qarnını doyurdu. Ac qarnına gəlib buraya ancaq yemək yedi. Yazıq oğlan xəmir açdı. Göyərtiləri doğradı. Üstündən pişirdi. Halal olsun ha. Doğrudan o doşab alıb elə bal çıxıb. Baxa bax, bir dənə yuxarıdan çəkərdiniz bunun hamısı da yer, göy, göyərdiniz. Ancaq Tez-tez elə. Niyə tez-tez eləsin? Güya özün burada nəsə eləmirsən, hə? Sən bir boşqab gətirmirsən, bu kitabı hara yığacaqsan? Onu Belə? boşqab desən, düz yekə boşqab dedim gətir oradan. Bax orada boşqab var. Sən Yandı bu tablar mən tez. qışqırmayacaq ki. Barış, mən elə gəlir ki, sən bu yarışmaya elə tək gəlsəydin yaxşı. Yalanlar robot kimi durub. Cəmaatın ailə işinə qarışmayın, özləri bilər. Mən mənim ailə işimə qarışıb başa düşmədim. Siz onlara tərəfsiz deyəsən. Yox, yox, yox. Bişirirəm Ləman. Görsənir elə. Siz görürəm artıq bişirmirsiniz, amma mən bişirirəm artıq. Sənəylə. Neytraldayam Başqa mən. işlə pişirənmərsən sən. Yaxşı Ləman, yaxşı. Necimə deyil, mən neytraldayam. Özümüz demişkən nəticəyə baxarıq Ləman. Baxın da. Nəticəyə yox, nəticəyə. Mənim yoldaşım hazırlayır, onun yoldaşı cacıq Yaxşı hazırlayır. ki, sən deyirəm də yoldaşın var, yoxsa sən Batarsan. Var, batarsan. Onu demək. yaxşı ki var da, yaxşı ki var. Eşitdin nə dedi sən? Dedi sən batarsan. Axırda görəcəyik kim batacaq. Görəcəyik. Hakikaten Çiçek Hanım Leman'dan sağ gitti fakat saman altından su yürütendi. Teşekkürlər canım kocacığım. Sözlərə bax, Teşekkürlər. kişiyə deyilən sözlərə bax. Görsən, Kişiyə deyilən sözlərə bax, canım kocacığım. Sən də başlamısan bunu belə elə, bunu belə elə. Sən də bir dilini tərpət arada bir kişiyə. Yenə sağ ol, gör nə qəşəng xəmir açdın sən. ay sağ oldu. Yo, deməz. Gözlərim Hardan deyəcək. deyər, Hardan deyə? Ancaq o Gözümüz dəyəcək. çar 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 çar. Çar 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 çar. Yalandan elə robot kimi. Cık 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 cık. Mənə cavab versin. Göz dəyənin Sən gözü ilişən yerin yoxdur ki. Sen silişen yerin yoktu ki. Sen silişen yerin yoktu ki. Çar 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 çar. Tık 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 tık. Görsənir elə gözləyiniz. Gözünüz elə dəydi ki, başımızın üstündəki kamera da xərab oldu. Kimin gözü ara dəydi, göz qabağımdadır. yazıq Gözünüzü gözünü ev. çəkim, sizdən sonra üzəri gördüm burada. Mən də bir dənə işimi görüm. Gör necə qızlar var, Allah'a şükür eləyi. Onun səsinə bax, Allah'a şükür elə. Gör Allah necə sənə xanım, Sən Allah'a xatım, şükür elə. xanım qismət eləyir. Efirdən sonra mən səhifələrini onu blok eləyəcəm, nömrələrini blok eləyəcəm. O məni axtaracaq efirdən sonra. Ona görə Ləman haqqında heç nə danışmaq istəmirəm. Kabluklarından hiss edirəm ki, gəlir. Gördünüz? Ay balam nə deyirsiniz hamısı oradadır. Monitorda hamısı iş. Ləmandır da. Bizə nə? Bizə nə? Xəmirin biraz da özünüz bilərsiniz. Özünüz bilirəm, mən də Özünüz danışıram. bilərsiniz. Az mən çayları aparmışam, neçə olmasa 200-dən birimiz sırğa yenə düşdü. 200-dən birimiz pendozu gətirib yığışdırın da Allah'ım. Gələ, get ora, get. Bu yanar ha burada. Yanmaz darıxma. Gözün qutaqda O yansam mən özümə od vuraram, yeri. Azaldı mı biraz? Neçəyə qoyub, özünüz deyin. Birdən yanar. Yanmaz, darıxma da çevirin. Qızım, sən Ləmana fikir vermə, o həqiqətən də çox dilli, hayasızdır. Anası örgət. Ay qız, sənin qızıva çatan olmaz valla.
Sən qızın lap ayaqsızdır. Əslində elə ikisi də Vallahi. mən deyərdim ki, amma Mən amma sizin Amma qızında Ləmana çatan təqsir ikisi də görürəm. birlidir, Yox, mən ikisi də sənin maşallah qızında təqsir birlidirlər. görürəm. Mənim qızım sizin qızınız deyir, dır nəsə deyir, qızım Elə əsəbləşdi. sizinki deyib ki, ona görə də o da əsəbləşir. Efir bitdi, yəni Ləman məndən əl çəkməyəcək. Ləman haqqında heç bir şey danışmaq istəmirəm, yəni. Mən ona dil çatdıra bilmərəm. Niyə cavabını vermirsən? Cavabın Mən verəcək, sənə cavabını demişəm ki, alacaq. kim nə desə cavabın yerində ver, 30-lu yerində. Hamının yerinə danışır Ləman. Danışır, Yaxşı cavabını eləyir. ver. Mən öyrətmişəm ona. Xanım öyrədə bilərsən, amma öyrətmişəm. biraz heç olmasa ona elə bir öyrədərdin ki, bir tərbiyə, mərfət öyrədərdin Yaxşı. ki, insan içində danışıq qabiliyyətini bilsin. Onun qabiliyyəti lap Birin deyəndə əladır. 5-indir. Qabiliyyəti lap əladır onun. Birin deyəndə 5-indir. Heç nə eləyə bilməz. İmkan vermir ki, işimiz. Allah hamd olsun, elə eləmə ki, Cavabını burada o kürəkənin də saçı Bu nədir? onsuz da nə günə salıb. O evin yiyəsi yoxdur, nə öyrədirsiniz qızlarınıza? Xanım, qızım bilmirəm. birin deyəndə 5-indir. Ailə şey yoxdur. Yox. Deməyəcək, olsa qanunda yoxdur bunun. Görürsüz, məni qınayırsınız. İki qız anası heç biri qızlarını sustura bilmədi. Bu boyda sözün, söhbətin içində hələ qızına deyir ki, sən onun niyə cavabını vermədin? Ana qızına heç nə öyrətmir. Qadın biraz susqun olmalıdır, qadın biraz səbirli olmalıdır. Zümrüd xanım özünü elə aparır ki, elə bilirsən ki, elə bu dünyanı bu tutub gedir. Nə anasını qatacam balasına, balasını da qatacam anasına. Yavaş. Hələ məni yaxşı tanımır ha bu. Yavaş, yavaş. Vay 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 vay. tabloya Nə həyatımda necə mən belə qız görməmişdim vallahi. Vallahi mən belə qız görməmişdim. Ləman xanım düzdür, dillidir, ancaq diliyinə görə dilçəyi də var. Mən o barədə heç nə deyə bilmərəm. Gör mənim qızım necə qutab hazırlayacaq da, yuxa yayırı. Görürsən, mən özüm tapşırmışam ona. Danışdığı kimi hazırlayacaqsa, hazırlayacaq. o şey taxta olsun. O taxta Dilinə olacaq. görə dilavəri də var. Mən bunu elədim ha. Demək ki, mən bu həyatda daha çox şey Demək ki, səndən yoxdur. Bəli, bəli. Hə, sən ki onu düz deyirsən. Bütün günü, bütün veriliş boyu Ləman özün tərifləyir. Ləman, Amma lan sən deyil. Deməliyəm ki, özümü tərifləməliyəm ki, Ləman, camaat qoy deməz. səni İnsan müsiblər özünə dəyər verməsə, ona qıraqdan heç kəs dəyər verən deyil. Əzizim, bu məndən bir sənə insan kimi bir tövsiyə. Bu sözümü qulağında sırğa elə, ömrümün axırına kimi də istifadə elə bu sözümü. Yadında saxla. Ləman. Mən bunu çox gözəl bilirəm ki, bu söz sənin yadında qalacaq. Ləman, mənə məsləhət verəcək sonuncu İstəyir 100 ildə insansan. keçsə. Yeməyini Çünki mən bişir, elə bir Ləman. insanam ki, mənim sözlərim hamının ağlında qalır. Hə, mən də Ancaq səndən çox özün şey götürdüm. tərifləyir. Məsələn, deyir, nə istəyirsən pişir, ver, at qabağına yeyəcək. Sevirsə, qurtardı, yetdi. Yazıq onun həyat yoldaşı. Ürəyim ağrıdı ona, ürəyim ağrıdı ay Ləman. Sən nə bilirsən ki, mən onunla baş-başa qalanda necə ona sevgi göstərirəm? Səsin kəsmir, elə yavaşdan başla. Mən özüm öyrətmişəm qızımı. Da indi öyrətdiyin qız göz qabağındadır. Çayvı iç soyutma. Elə yaxşıdır. Əsəbiləşmə. Anası çiçəyi nə qədər tərifləsə də, yəni mənəm ondan yola gedirəm. Tam səmimi şəkildə deyirəm ki, ana çiçəyin əl qabiliyyəti yoxdur. Amma Babək bilirsiniz, sizin haqqınızda nədir? Dedi ki, qızı anası öyrədər də. Hala, mən nə qədər arvad işlərini görməliyəm? Borcud da eləməlidir. Bu heç kimin borcudur. Bayaq söhbət elədik. Görürsən, mən deyirəm, siz inanmırsınız mənə. Borcud da. Minay xanım, amma sizin də kürəkəniniz ancaq işləyir ha orada. Çiçək demək olar ki, heç nə eləmədi. Yəqin ki, bacarmırdı eləmədi. Ancaq yeməyə üstünlüyü daha çox verirdi. Bütün işləri orada Babək gördü. Qızın əl qabiliyyəti yoxdur. Yox, bir dəqiqə. Mən görmürəm, mən görmürəm onda. Ay xanım. Hələ bir qoy pişsin. Diplom var deyə evdarlıq eləməməlidir. Hə. O bu düzgün deyil. Vallahi mən bu söhbət Bu düzgün deyil. Diplom varsa evdarlıq eləməyəcəksə bu düzgün deyil. Bu Mən də həyat qızımın 2 dənə diplomu var. Bayaq dedin ki, diplomu yoxdur. Niyə yoxdur, varıdır. kişi işi var da. Yox, mən heç elə söz danışmamışam. Mənim qızım isə diplomsuz da savadlıdır. Gah dedi qızım savadlıdır, diplomu var, gah dedi savadı yoxdur. Yəni elə qızı da yəqin anasını oxşuyub, nə deyim vallahi. Yəqin özü də iş bilmir. Qismət olsa bu oyunda sizin kürəkəniniz uçsa əgər inşallah, o indi qismətdir də. Yox, o deməyəcək, hələ 8-də 1 final. Məsəl üçün deyirəm də, amma o pul bilin də sizin qızınıza düşmür, ancaq kürəkəninizə düşür. Çünki orada ancaq kürəkəniniz işləyir. O da getirib verəcək qaynanasına, darıxma. Hələ mən ona dəfələrlə tapşıram ki, sən vəbşə kuxnaya girmə, çünki nəsə yeməyə bişirməyə çalışanda hər yeri dağıdır da, yəni hər şeyi məhv edir. Ondan sonra yemək zakaz eləsə daha yaxşıdır. Onsuz da həyəcanlıydım. Kameralar çəkir, hər tərəfdən işıq düşür, operatorlar. O da dayanmadan mənə deyir ki, bacarmırsan, bacarmırsan. Yəni ilk dəfədir efirə çıxırıq, mətbəx verilişinə çıxırıq. Yəni
Ləman xanım, işimin gücünün adı nə? Mən özüm ticarətçiyəm. Hə, deməli nəyə necə baxırsan, o da sənin üçün çöndürü olur, ticarət verirsən. Bəli, mənim onlayn biznesim var. Aha. Özüm Türkiyədən cehizliklər gətirirəm, satıram burada, Instagram üzərindən. İnanıram ki, sən onu bu dillə elə satırsan ki, heç ruhları da incimir. Müştərilərim məndən o qədər məmnundur. Buradan mənim gəlin müştərilərimə çox-çox salam deyirəm. Allah xoşbəxt eləsin onları. Bağrıma bastıram. 3 ildir yaxlaşıq bu işi görürəm, 4-cü ilə keçir. Çox şükür Allaha ki, özdə mən işi görəm. Instagramı reklam elə. Hə, Rich Home Az. Rich Home Az mənim Instagram səhifəmdir və mənim yataq dəstlərimdən... Rich, Rafael İskəndərov Çərkəz oğlu. Rich, görürsən, Instagram səhifəsində var, Rich, bahalı. Yəni bahalı, zəngin. Bahalı, expensive deyil. Hə, yox, Rich. Rich. Yəni, mənim satdığım yataq dəstlərində Azərbaycanda heç kəsdə yoxdur. Nə danışırsan? Heç varlı demək. Bir-iki dənə söz bilir, ancaq dayanmadan o sözləri deyir. Bir-iki dənə fəlsəfi söz danışır da, pasteli sərirsiniz ha. Pastel danışır, yəni... Pastel danışır. Çox maraqlı bir mövzudur. Mənim danışmağımı... Pastel danışır. Bəli. Pasteldə elə bir siz mən pastellərimdə müştərilər deyir ki, o qədər pozitiv enerji verir ki. Xahiş edirəm, Rich, sonra onu bir təkrar Rich Home Az. Rich Home Az. Pastel danışır. Bəli. Slogan belə gedir. Pastel danışır. Danışır. Nə qədər eləyirsən ağzını yuma bilmirsən, orada da danışır. Ləmanın səsi mənim başıma düşürdü. Ləmanın səsi imkan vermir, mən bişirim. Başıma düşür, Udursam Ləmana görə uduzacam yəni. Sən mənim səsimə görə heç narahat olma. Mənim səsim sənin başına elə yuxularıma, rüyalarıma düşəcək. Başıma nədir? Yox, əgər udson, o mini, o düşəcək. Amma udmasa, onun suratı sənin gözünün qabağından getməyəcək. Yox, mən elə bir insanam ki, mən çox kompleksiz insanam. Mənim heç... Yox, onu sən deməsən də görürük ki, sən çox kompleksiz insansan. Əgər sənin o satdığın pastellər danışırsa, orada... Bəli, pastellər yəni öz-özünə danışır da. Bir dənə gözəl pastel. Aralarında olan söhbət nədir görəsən? O pastel danışanda nə danışır ki? Sən bilərsən. İnsan məsələn yatır, yuxudan durur, özünü şir kimi hiss edir. Yəni belə gümrah, belə şir kimi də belə yekə ürək. Hörmətli xanımlar, görürük. Bundan sonra seriallara boş vaxt itirməyin. Rich Home-dan pastel alın, hər gecə bir yuxuya baxın, bu da olsun sizcə serial. Bax, buradan olsun, bir dənə mənim müştərim mənə deyir ki, sən pastelindən aldın. İllərlə uşaq olmayan adam uşaq oldu. İnanırsınız? Pasteli... Ay Allah. Nə deyim valla, əgər belə çıxır ki, sənin klinikanda var onda. Pastel danışır. Bəli, bəli. Yıllardır çocuğu olmayanlara çocuk bakıyor. Bəli. Sizin Instagram səhifəniz yoxdur, sizdə bəlkə süpürgə danışır. Biz özümüzdə var. Bizim Instagram səhifəmiz var, amma biz özümüz danışırıq. Bizdə pasteldir, nə bilim, yastıqdır, divandır, bunlar danışmır. Nə yeməkdən anlayışım var, nə mətbəxdən anlayışım var, nə geyimdən anlayışım var. Sən vəbşi bu həyatda heç bir şeydə, sən ancaq elə botoks kərəkdin, botoks kərəkdin. Biz özümüz danışırıq, keratin, botoks Bakı. Bizim səhifəmizdir, işimizdir, biz də reklam eləyir. Ləman bayaqdan reklam eləyir. Elə bilirsən onun dediklərini saxlayacaq, hamısı montaj olacaq. Gör nətər şefi bezdirib ki, üzünə sarfetkanı tutdu ki, yəni görmək istəmirəm səni. O, Instagram səhifəsindən danışır. Siz niyə daş qoşurursunuz bu işə? Bilirəm, o da ki, görsən, bilmədən danışırsan. Yox, mən yaxşı başa düşürəm. Bilmədən danışırsan mən hər şeyi yaxşı bilirəm, niyə bilmirəm? Özünə oxşuyur. Oxşasın da, mən öyrətmişəm ona ki, mən dilli ol. Bil danış da, bilmədiyin şey niyə danışırsan? Mən bilirəm, görmürsən, üzünə sarfetkanı tutdu, yəni ki, nə görmürəm, nə də eşitmirəm. Qoşurursan söhbətə, bəsdir sən Allah. Mən elə bəstə oturmuşam yerimdə. Necə yerində oturmuşsan ki, bayaqdan danışırsan, dur. Danışıram, düzünə danışıram. Bu deyək, qutaba bax, qutaba. Gördük, ortasına bax, yanıq. Gör, qutaba bax, qutaba. Gör nə gözəl pişirib, qızım. Vay, yandırdı qutabı, ay Allah. Yağlı qutabdı, qutablı yağdı. Qaynanan sən xolesterindən partladıb öldürmək istəyirsən. Tez qurtulaq da. Tez. Apar ver. Qaynana onu bütöv yesə yaxşıdır, boğulan.
De. Münasib. İgidə bax, igidə. Müsahit. Münasib. Mücahid. Mücahid kim için getirdin? Kaynanın için. Kaynanam için getirdim. O çünkü benim için her şeyden önemlidir. Sağ ol, Allah kimi. Amma bayaqdan sizə pis Halal olsun, Sizə halal bayaqdan olsun. burada pis deyirdi. Ne derse doğru. Nə bilim, Dünyadan deyirəm, yəni bir Problem də. yoktur. Ay Müzaf, bir yağdan deyir ki, kürəkəni qapının dalında saxlamaq lazımdır. O, Mən də gəl, o ne derse doğrudur yani. Problem yok. Anası ölmüş qəribdir də, ona göre. Onlar düz eləyirlər. İncimə, 20 şirin nə eləyir. eləyirlər, düz eləyirlər. Ben kutabı apardım ki sabahtan beri burada açtı. Hem yesin hem de etraftakiler de görsün ki ben nasıl bir insanım yani nasıl bir yerineyim. Valla o Ləmanın yoldaşının adını da bilmədim nədir, amma o qədər sakit uşaq, fağır. Mənim ona yazdığım gəldi. Onsuz da bilirsən ki, yəni o ailə səni sevməyib də, yəni. Nəyə vacib idi ki, tələsik o qutabı bişirdin, apardın, qaynanama verdin. Yəni heç mənim gözümdə xoşa gələn bir şey deyildi. Mən məcbur deyirəm kürəkənimi istəyim. Minaya xanım, siz də bir dadından Özüm kəsərəm də. vermir, özü kessin, özü kesin verir. Lazım deyil. Qulluq edir. Mən özüm qulluq edir. Mən özüm kəsib verirəm sizə. Barışsınlar. Qulluq edir. Qoy Qurudub. barışsınlar da. Qurudub. Hə, yandırıb da. Qurutsa da, tatlı da. Sahtı da, Tatlı da. Çiğniyə bilmir ha, fikir ver. Baba, bunu. qanaq eləyir. Et xəmiri yoxdur. Yağ tərəfdə Elə bir kardona büküblər. Xeyr, siz də pisləməyin ha, Allah'ın olsun. Gör nə gözəldir, bax. Neyse Famil müəllim, siz səbir olun Hə. orada. Orada eləyəcəksiniz. Siz də pisləməyin, sən Orada Allah. dadına baxıb qiymət Qanımı verəcəksiniz. qaratmıyorsun. Qupqurud. Hə, yeyə bilmədim. Bəyənmədi bunu. Yəyin düşün yoxdur ona görə. Yox, dişim var, hamısı yerindədir, ona görə narahat olma. Qupqurud. Minay xanım görməyib qulluq nədir. Mən liderəm, mənə qulluq olunmalıdır. Mən Ləman kimi qız vermişəm. Təzə çıxıb biri. Bir də qızımsan, balamsan, belə eləyirlər bunu. Bax, qoyursan qabaq var. Mən görürəm ki, sən heç bir çətinlik çəkmirsən də mətbəx işində. Elə babək yavaş-yavaş işləyirsən də. Olub ümumiyyətlə çətinliklərin bu ailə həyatında? Ümumiyyətlə həyatda bir çətinlik görmüsən? Həyatımın ən çətin günləri onu müharibəyə yola saldığım vaxt idi. Hətta Bəli. deməli yaşından belə başa düşdüm ki, babək bizim 44 günlük qələbə çaldığımız müharibədə iştirak edir. Bəli. Halal olsun. Halal olsun. Halal olsun. Sözlərimi geri götürürəm. Sən elə əsl babəksən. Əsl babəksən. Halal olsun. Sənin simanda bütün bizim əskərlərimizin, qazilərimizin və bizim şəhidlərimizin ruh qarşısında baş əyirəm. Daha keçin, siz də barışın. Xahiş edirəm. Ay sağ olun, bu başqa məsələ. Vallahi xoşum gəldi sizdən, xoşum gəldi sizdən. Vaxt vədə yetişdi. Xahiş edirəm. Əllərinizi qaldırın, çəkilin qırağa. Yox, burada başa düşürəm. Siz bu dekor, dizayn falan beşməkan. Amma əsas Ben mi cacık? yəni qutablar pişirilib, hazırdır. Əllərinizi çəkmişsiniz. Sizdə hətta dekor da hazırdır. Nəsəlam, indi isə nə edirik? Gözəl bir şəkildə bizim qutabları peşəkar aşpazlarımıza təqdim edirik. Diqqət ekrana. Biz artıq bilməyəcəyik ki, kimin yeməyi hansıdır. Biz gəlirik. Canım qardeşim, şefi qardeş, durun. Durun, getdik. Hele qol-qola. Vəssalam. Deməli yeməklərimiz hazır. Zarafat bitdi. Qırğın dava dalaş bitdi. İndi isə buyurun yeməklərinizi qoyun masaya. Hər komandadan bir nəfər adını çıxardıb qoysun boşqabın altına.
hazır. Yeməklərimiz masanın üstündə, adlar altında. Biz hazırıq. Şefi bacı, buyur bizim aşpazlarımızı dəvət edin. Birinci dəvət edirəm kimi? Gəl cavandan başlayaq. Gündüz bəy. Ay Gündüz, əlində nə işin var? Qoy gəl. Yeməklərin dadına baxmaq lazımdır. Əslində birinci masadakı qutab forması daha uyğun idi, qutab formasına bənzəyirdi ölçülərinə görə. Amma dad olaraq çox quru idi. Nə yağı var idi, deyərdim ki, duzu bərbad halda idi. Amma ikinci masada olan qutab, düzdür, o da bir balaca duzlu idi. Amma ki, ola bilər ki, ona duzluq verən içərisində olan pendir idi. Amma deməzdim, ikisi də əla idi, dəhşət bir şey idi. Yəni, hərəsinin özünə görə nöqsanları var idi. Amma seçim qarşısında məcbur seçməli idim. Ona görə də bir balaca mənə yaxın olan dad ikinci masada olan qutab oldu. Ona görə mən o qutabı seçdim. Dadına baxdım qutabın. Onda bilməlisən ki, bunun dadı nədir? Yoxsa ki, ay qutabı düzgün kəsməyiblər, ay qutab belə. Yəni ki, əsas dad. Aşpazəmiz buyursun. Birinci qutabı yağsız idi, quruydu, xəmiri qalın idi. İçinin göyərtisi demək olar ki, az idi. Həm də bəlkə də xəmir qalın olduğuna görə göyərti çox pişmişdi. Demək olar ki, hiss olunmurdu içində. Amma ikinci qutab yağlı idi. Yəni mətli idi, məti. Yəni içinin göyərtisi yaxşı çox idi. Həm də orada bir əlavə gördüm mən pendir. Düzdür, qaydalara görə yox, amma bölgələrə görə ola bilər ki, olsun. Yaxşı idi, mənə xoşuma gəldi. Ona əlavə bir maraqlı dad verirdi. Yəni mən ikinci qutabı yaşıl masadakı olan yeməyi bəyəndim, onu seçdim mən. Buyurun Famil müəllim. Qutabların ikisi də heç biri mənim xoşuma gəlmədi. Birinci masadakı o qutab xəmiri çox qalın çıxmışdı. Xəmir quru idi. Bu birisi masadakı qutab belə deyərdim də, istəyiblər oxşatsınlar toz kətəsinə. Pendirli eləyiblər. Əlbəttə ki, toz kətəsində pendir də vururlar, böyük olur. Amma rəngi çox boğalaq idi. Mənim çox heç rəngi də xoşuma gəlmədi. Ümumiyyətlə, dadı da xoşuma gəldi. Birinci masadakı qutabı seçdim. Mən həyatda ilk dəfə idi ki, qutab bişirdim. Mən özüm üçün qalibəm. Mənim qutabımın görünüşü çox gözəl idi. Dadı da ləzzətli idi. Çox asan rəqib oldular bizim üçün. Mən olmasaydım 100% əmin idim ki, çiçək uzacaq. Əfsanə bir daha geri gələcək. Ümidvaram ki, mən bir daha bu yarışmada yarışacağam. Bu dəfə mən qalib gələcəm. Əziz tamaşaçılar, mən indi iştirakçıları Çiçək xanımı və Ləman xanımı dəvət edirəm. Qoy adlarını tapsınlar burada. Buyurun qızlar. Buyurun. Amma biraz gec axtarın, xahiş edirəm. Allah yavrum. Kimin imkan verilər? Ərim. Hə, o sizin öz işinizdir. Xahiş edirəm, göstərin. Deməli, qırmızı məsada belə çıxdı ki,
Ləman xanım elə çıxdı Həyatda ki, çox böyük uğurlar qazanacağam. belə Təbrik eləyirəm. Qalibi Babək təbrik ailəsi, eləyirik. Novruz ailəsi. İnşallah başarılarınız daim olar. Hər şey bir-birinə. Qucaqlaşın, qucaqlaşın. Haqqınızı halal edin. İnşallah başarılarınız daim olar. İnşallah sizə də daimi uğurlar. Və salam, belə hörmətli tamaşaçılar, bugünkü yarışımız da belə sona çatdı. Boğub öldürmə uşaq. Bugünkü yarışımız da belə başa çatdı. Qalibi biz də təbrik eləyirik. Gələn görüşlərə dək. Sağ olun. Sağ olun.